Hər birinizi salamlayırıq dostlar. Öndədir ki, işləriniz qaydasındadır. Siz Ali Futbol YouTube kanalındasınız və bu var arxası verilişidir. Burada biz Çempionlar Liqasını danışırıq. Sadəcə bir sualım var. Niyə biz Ali Futbol kanalındayıq? Çünki bizə heç kəs baxmırdı. Biz də onu 3 dənə dönər qarşılığında öz səhmlərimizi satdıq. Ayransız. Ayransız. Somsa ayran götürərdik. Ha, indi elə çıxır ki, biz bizi 30 nəfər izləmir, ağzımıza gələn danışa bilməyəcəyik də burada. Hə, bu qədər. Onda mənə lazım ondaq sizdən çıxsa, siz Çox üzr istəyirəm. Mileti bu oyunda pis oynadı, biləcəm. Mən Vinicius'un oyununu bəyənmədim. Driblingi çox zəif idi. Bəli. Ha, yaxşı, ciddi da. Boşum. Liverpool Qarabağ maçı. Məntiqi olaraq əgər biz Qarabağın növbəti mərhələyə keçmə şansını danışırıqsa, əlbəttə ki, Liverpoolu müzakirə etməmək mümkün deyil də. Ondan əvvəl bir dənə sual verim. Sən niyə elə bir Nail Kərimlinin verilişindən gəlmisən? Brat, çünki Enfield dumandır da, brat. Uşaqlar, gəl belə deyək. Biz Qarabağa Liverpool'la oyunda şans tanıyırıq yoxsa yox? Əlbəttə ki, bir mənə. Mən görmürəm. Ayrı bir şey deyil. Hə, yox. Hə, yox, bəli. İlgə tapansıdır da. Nəysə. Liverpool Enfield. Enfield. Bu analiz. Liverpool'dur da. Qansızdır da. Gerrard, Beatles, Fernando Torres dedi, xahiş edirəm. Deməyəcəm, partda deməyəcəm. Fernando Morientes. Evet, prosta ölürdüm burada. Kef elə. Dispansera get. Ha, oldu. Oradan gəlir. Liverpool'un motivasiyası var. Çünki özündən başqa onun yanında olan komandalar hər biri onları keçib 8-likdən onları çıxarda bilərlər. bəli. Yəni o 5 hal heç də qaranti eləmir komandaya. Ona görə də gəlib, yəni cırışacaqlar və öz potensialını nümayiş etdirəcəklər. Yadınızda da demişdik ki, bəs ola bilsin ki, Liverpool o vaxta qədər bərpa eləsin öz 8-liyini. Yəni prosta Qarabağ indi bərpa edib, Qarabağ ikinci sastavına çıxdı. Prosta Qarabağın ikinci sastavı yoxdur. Nərman, bir dənə də hücumda Addayev. Şo. Ata ikinci sastavı. Oy. Bir də Musa Qurbanlı var. O işte o yüzden. Məncə 3-0. Liverpool'un xeyri. Məndən o normal ehtimal. Sağ olsun, sən necə üzünə qalxdı. 3-0 brat. Sənin ehtimal. Liverpool'a əgər xal lazım olmasaydı keçən ilki kimi, mən deyərdim ki, bəli, Liverpool Qarabağın şansı var, amma ki Liverpool'a xal lazım. Həqiqətən düzdür, yoxsa Liverpool keçən mövsüm deyəsə 8-ci turda uduzdu PSV-yə. PSV uduzdu, amma PSV xal lazım idi, Liverpool'a lazım deyil. Rahat olmayacaqdı amma Liverpool'a. Heç olmasa bu ilə razılaşım. Rahat. Mən bezdim sizə protiv getməyə Qarabağ. Hər Qarabağın qabağı. Əlbəttə ki, rahat. 100%. Qarabağ uşaqdır mənim. Yox, futbol klubudur. Şo da. Hə. Okey. Bəlkə Qarabağın da uşaq var. Qarabağ Beşiktaşlı getsin 8-0 uduzsun Liverpool'a. Qarabağ. Qara kartala bir dis atdıq. O 20 nəfər izləmir bizə. Orada cəmaət yazsaq. Ay, çək görmə. Qarır. Reyka. Səni göndərəcəm. Üçlü Reyka Səndən Mən gedəcəm. uşaq deyiləm bura. Çoxdan. Genəlliklə. Uşaqlar, əgər siz bizim verilişlərə baxmamısınızsa var. Bundan sonra baxmamısınız. Elvin Mobşim hər ehtimalı deyir ki, Qarabağ 3-0 udacaq. Onun belə deyim, bacı bir ritualıdır. Hərdən təəssüf olsun ki, alınmır, amma Frankfurtdan Liverpool'da da yox da qardaşım. Ehtimal. 3-0. Patriotizmi nümayiş etdirəm ha indi sizə görə. Sizə görə yox, özümə görə. 2-1 Liverpool qələbə. 2-1. Tüpürüm sən patriotizm atır. 2-1 dedim da. Onu dedim mən. Bu 3-0 dedim. Okey də dedim də. Yaxşı, gəlin Qarabağın potensial rəqiblərini. Okey, əgər biz ümumilikdə Elvin sən çıxmaq şərtilə, çünki sən Yezinkasanda öz yerində. Biz nəzərə alırıq ki, Qarabağ xal qazanmayacaq. Deməli, Qarabağdan üstündə yox, Qarabağın xal cəhətdən altında olan klubları müzakirə etməliyik və onların Qarabağa keçmə ehtimalını müzakirə etməliyik. Onlar o qədərdir şeydən. Barsa Kopenhagen. İlk öncə Kopenhagen. Kopenhagen bəxtimiz o yerdə gətirdi ki, Barcelona xal lazımdır. Hə, Barcelona xal lazımdır ki, Barcelona 8-yə düşsün. 8-yə düşsün və ehtimal olsun ki, 8-yə. Başa düşmürlər ki, Qarabağa bəxtə ehtiyac yoxdur. Qarabağ onsuz da orada. Kopenhagen amma bəxtə ehtiyacı var. Səfərdə Kampnoda məncə bəxt çox böyük bir amildir. Barcelona lazımdır qələbə. 100% 8-yə düşmək. 8-yə sıxır da. O nadir məqamlardan biridir ki, 2 dənə Real keşi Barcelona qələbəsini sıxacaq ki, Qarabağ o estağfurullah kat Kopenhageni məğlub eləsin. Kül mənim başıma ki, Barcelona qələbəsini sıxacam. Nəysə, Qarabağa görə olar da. Olur, Qarabağa görə olar, amma bu birinci vaxt. Qarabağa görə nə eləyə bilərsiniz? O pis suallar. Gələn və lüt çıxa bilərsiniz. Sən cəmaət başı baxmasın. Qoy oturmuş 3 nəfər baxır. Prosta taxta qoyarıq deyərik ki, sən də. O da olar, o da olar. Başı biz Kopenhagenə mən belə başa düşürəm, şans tanımırıq. Nə gözəl, nə gözəl, nə gözəl. Yəni ki, sən də deyərsən ki, Barcelona. Yox, bir dənə şansı var. Mənim sevimli ehtimalım 3-0. Əgər Lewandowski avtogol vursa da. Onun da qarşı ehtimalı yoxdur bu. Hə, Ürəyimiz partlayardı da söz soxmasaydınız da. Lewandowskiyə bəli, 100%. Lewandowski eləyir söz soxasan axı. Qısaca burada ucu mən zarafatla deyə bilmərəm. Lewandowski izləyirsənsə burada həqiqətən
dənə izləyə bilər də. Yəni 40 min adam var kanalda. O elə risk eləmir. Oturur şeydə. Oradaydı. Polska, Azərbaycanski şey, lüğət. Burada nə dedi, burada nə dedi? O kanaldaydı. Depay xalaya salam deyir zadı. Burada alamayacaq. Burada həqiqətən xalası oturub baxa bilər, yəni bana inşallah. Niyə də Depaya xalası Qalandiyada otursun, Bakıda Abdula baxsın da, vəbşi Abdul Aziz. Çünki ölkənin ən kreativ video bloger YouTube kanalındayıq. Hoppa, Napoleon'da reklam. Mən Barcelona belə çox qəribə bir hesab deyil. 4-0. Bura bunun maaşı çox deyiblər. Deyirsən, niyə belə şey? Qardaşım, mən maaşımı təklikdə danışıram. Siz bilərsiniz. Çox belə yaxşı My ürəkdir. salary is big. Başım, sən də ehtimal dedi Barcelona Kopenhagen. 3-0 da mənim ən sevimli ehtimalım. Sən başım- Easy 3-0. Mən gördüm 3-0 deyirəm. 4-0. Mən Barcelona həmişə çox deyəndə az eləyir. Onda 1-0 Barcelona qələbə. Necə dedim? Çox pis, vursun da çox bilirsən pis. apratla işləyir də. Yəni, Yəni. yaxşı. Növbəti müzakirə etmək istədiyimiz oyun çox Elmin bu oyunu müzakirə etmək istəmirdi. Çünki orada Napoli sözü var. Chelsea bədbəxt uşağı bədbəxt. Gəlib Barcelonanı 3-0 bizə nə deyir? Üstündən keçir. Şaxladı. Katokla. Hə, Realı şaxladı. elə utsaydı hələ həmin emosiyalarını təkrar edə bilərdi. Arsenal necə otur yəni, Realı? Arsenal necə otur Realı? Üstündən keçir. Abi nə var? Üstündən keçdi. Üstündən keçdi. Ya üstündən keçdi. Orada arator girdi içmə. Ya brat, Arsenal Real bizə xışladı deyə keçmədi. Görsən sakit deyilsən. Yox. Eyni O sözləri momentdə tutuzdurdum. Qışqıra deməlisən. Nəysə. Chelsea gəl Barcelona 3-0. Arsenal 10 nəfər 1-1 və Leeds 3-1 ucur. Bir stabil, iki dənə lazımsız komanda bir-birini oynayır. Düzdür, bizim orada marağımız var ki Napoli udmasın. Napoli udmasın. Sağ qoşu Juventusda marağı var. Juventusda düşə bilər. Onu demir. Juventus ara düşür, 13 Ha, xalı. mən- 12 xalı var. Doğrudan. Yoxsa 13 xalı. Sən 12 olmaz ki. Yox, Onu hara. valyuta azaltdı, Qarabağın düşsün. xalı var. O, Prosta sadəcə Napolidə o stadionda Çempionlar Liqası himni gedəndə Conte mandraja düşür, fobiyası var. Presenyor niyə? Ona vəbşi O uşaqlıqda Çempionlar Liqası ilə belə qorxuzurdular O da. vəbşi stadiona gələndə ona demirlər ki, sən Çempionlar Liqasına gəlirsən. Bu gün Çempionlar Liqası. Ona deyirlər ki, Serie A-da gəl oyna da. İreskovalı Chelsea. İreski də Sən o stadionda işləyirsən, sən onlarla oturub dursan, gəl də başlandı gigi söhbətlərə. Sən girişmə mənə söhbətlərinə. Aynı başlayacaq Jupiler Pro Liqasından. O gün Arteta Danışacağam, axırda danışacağam Amma o Belçika çox Jupilerdə. Yaxşı, Napoli Chelsea 1-1. 0-0 maraqsız oyun, heç baxmayın oyuna. Yaxşı. 2-1. Bunu ad düşürdü, sən o bütün həvəsim öldü oyuna Mən qarşı. şəxsən bu sözlərdən sonra yəni baxmayacağam oyuna. Sən də 0-0 nədən olur? Ya, bas belə 2-1. Napoli udacaq. Çünki Napoliyə lazımdır. 25-ci yerdədir. Udmalıdır ki 24-yə düşdü. Ha, Kopenhagen'in oyunda deyərdi o. Kopenhagen mübarizə aparırdı. Mübarizə aparırdı. Sən mənəcəm. Okey. Keçdi Ajax Olympiakos oyununa. O deyiləcək çox şey var. Ajax Çox dərindən analizləmiş Ajax Olympiakos oyununu. Xüsusən də bir də bir də Olympiakos kimlə oynayırdı? Ajaxla 95-də. Nə bilim nə deyəcəm Ajax'da la Ajax. Nə bilim Ajax'da olan o deyə bilərsək Ajax'a ki, da oradan utsaydı uca biz 100%. Ajax haqqında son 5 ildə Özüm. bu bomba highlight icraçı direktoru qızlara nə bilim Aynen. bir yerinə çəkib göndərdi, sonra işdən qovdular. So, Ajax'ın son 5 il yox, ərzində Ajax'ın ən maraqlı bomba teması mövzusu odur ki, teması mövzusu. Bir də Real Juventus oldu. Yox, 9-da o onu qoy bir qırağa. Ajax məşqçini dəyişəndən sonra gəldi 9 xal yığdı və hardasa cüzi olsa belə şansı yarandı ki 24-yə düşsün. Olympiakos isə hal-hazırda 8 xalı var və onun da düşmə ehtimalı var və baxsaq ki, necə Reala qarşı oynadı. Bayer Leverkusen'e gəldi, öz meydançasında utdu. Ona da hal-hazırda hava su kimi xal lazımdır. Öz paylaşında pisdir. Özü yox, indi səfərdə oynayır. Prosta deyirəm də. Sözün açığı Ajax Olympiakos mənim üçün Napoli Chelsea daha maraqlı oyun oldu. Da Elvinin söhbətindən sonra Löboy oyunda prosta da Viləşlə Şəmkir oynayacaq. Bu oyun daha maraqlı olacaq sən bu. nə vaxt zaman Viləşin oyunu görmək istəyərdim də Hər tur sadəcə. birləşib tapırsan da arnasada. Ajax Olympiakos ehtimal edir. 8-8 yox, almır. Mən ehtimal var ki, mən ehtimal edirəm ki, bu oyuna baxmayacağam çox. Mən mən də baxmayacağam. buna da Hesabına sıfır Qarabağ baxacağam. görə baxmalıyıq da, nə də olsa 2-2. Heç bizə sərf eləyir də. Ha, heç-heçə sərf edir. Heç-heçə də oyundur. 2-2. Hadi 0-0. Sən niyə? Sən fikrincə Yaxşı da, Napoli bütün deyil də, oyunlar Napoli 0-0 deyil. tutaracaq da. Yox. Yox, bu Qarabağın 13. Qarabağ 3. Yox, Qarabağ çıxmaq şərti. Yox, Barcelona 3-0. Görsən. Hoppa. Ya 3-0 ya 0. Səndə o sürə yoxdur da. Nə? Tak, hansı boş neçə qaldı? Bir var boşdur. Boy 1-1 boş. Mən götürürəm, sağ ol. Çox, 3 çox dənə sağ ol. verərsən mən. Deyək. Satıldı. Oh, Hasan Mames. Nakoniec-to. Nakoniec-to.
Bəs deyirdiniz Napoli keçəcək 8-likdə olacaq, o yan bu yan, Atletico Bilbao sürüyəcək. Kim demişdi onu? Siz demişdiniz ki, Napoli. ehtimalla biz videosu çəkəndə o video hansı heç kim baxmayıb. Bax o videoda mən azından baxmışdım da. Demişdiniz ki, Atalanta 8-likdə olacaq. Atalanta, Napoli deyirsən, Napoli deyirsən. Atalanta. Atalanta alınmadı brat. İndi olmur da. Biz arada bilirik ki, Bodo Glimt gəlib Manchester udacaq. Hə, Necə? bilirdin o? Qaqaş demişdi də ki, udulacaq. Allah hər Demək. gün deyir o O sözü. hər oyun yox. Mən ona inanıram, sözü bilərsiniz. Braziliya 2002-yə qarşı Bodo Glimt oynasa niyə oynasın axı? PlayStation oynayırsan. Orada da oynasa deyəcək ki, 1 xal. Amma Öveş deyir ki, ora Asmira'dır. Mən deyirəm ki, bura Sambama istəyir. Mən bir dəfə o TikTokda videosuna baxdım. Bir dənə videosuna baxmışam da Bodo Glimtdə. O çıxır ki, sözündən elə çıxdı ki, La Ligada oynasa Bodo Glimt az qala Real xışlayacaq. Barcelona döyəcək və axırdan indi baxma, o birsə daha çox udacaq. 3-cü yer tutacaq da. Hər belə iyi 3-cü Qaqaş yer. səni pülüysə, Qaqaş demiş ki, 10-cu yer tutacaq. Yox, adi mən. Bir gün imkan Səni yaradaq. satır Qaqaş. Bir gün imkan yaradaq, soyuq suda çimsində daydı. Bəlkə də özü istəyir. Qaqaş, Yaxşı, onun başından Bodo Glimtdən vəbsə danışmırıq. Bilbao Sportingdən danışırıq. komandası var. Sportingdə hal-hazırda 8-cə oynayır. Bəs Sporting ehtimal yəni var. Var 8-ə. PSG odandan sonra var. Atletico Bilbao isə birdən-birə nəsə beyni atdı Atalantaladı. Ta. Atasız qoydu Atalantanı. Təzə Atalanta elədi. Güya sən də qəşəng söz Yox, dedin. sənin sözlərimi işlədirəm. Hə, Mən sən qəşəng Zor söz zor Mənim çəmənə sözlərimlə ki. böyüyəm, mənim böyük sözlərimə yaxşıyam, bax bu gün də olacaq. Onun mənim sözlərimə bax. Və Galatasaray formasının bura heç bir aidiyyəti yoxdur yəni birdən. Bilbao Sporting. Forza Mexico. Bilbao Borghetti. Sporting maçında Borghetti, vallahi. Bilbao Sporting bir də nəyə görə Sporting dirəşəcək? Çünki PSG 6-dadır, Newcastle 7-dədir, Sporting 10-dadır və xal fərqi çox aşağıdır. PSG Newcastle özəl alanında oynayır. Sporting bundan istifadə edərək yuxarı qalxa bilər. Motivasiya var. Amma Atletico Bilbao motivasiyası var. Var ki, Nə də olsa Sən niyə Bilbao sıxırsan ki? sıxmama deyirəm ki, Bir Salmanesta tərəfin oynamaq baxlıdır, çətindir. nə deyirsən? Yox, Bilbao'nun bir dənə fobiyası var da. Bilbao gəlir Atalantanı udur. Nə bilim, Maşallah, bütün fobiyaları da. Prosta Real'a qarşı psixoloq bir da dənə var. Meduzda şey var, fobiologiya zaten. Yoxdur. Bir dənə bu Fobiyası var, bunun Barcelona fobiyası görən var. kimi, nə bilim, ondan Unai Simon hər bir gol buraxır da bu Barcelona. Da tayma buraxır. Elə bir ki, Real'a da normalde bıraxdı. 4 dənə buraxmadı. Hə, 4 dənə, 3 dənə. Hə, üz üstə. Yaxşı, gəlin də boş-boş danışmayın. Çox dərin bir oyundur bilirəm. Bilbao Sporting ehtimallar 1-2. bizimki. Ay, Sporting qələbə məncə. 3-4 dənə nə olar? 3-4. Qapını ört. Oy, bəlkə 5-6 deyim də. 5-6. 5-6 olacaq. Tutmalı Sema. 5-6 zabit eləm. 1-2 demişdin uje. Zayn. 2-0. Bilbao'nun qələbəsi. Ayda. Axırda bilsən nə olacaq? 2-0 Sporting. Göz qaytaram. Nə edeyim? Başqa cür nətər eləyim? Mən köməyi bundan Gözlərimi asılı da. görməm axı. Mən də belə kömək edə bilirəm də. Yaxşı. Növbəti oyuna keçək. Oo, maşın qayıdır, maşın qayıdır. Qansız, Miretsi qansızdır da brat. Miret niyə? PSV Bavariya. Maşın qayıdır nədir? Heç Murad Dadaşov gəlib belə. Ayda manat güvən sağ. Bavariya, maşınımız qayıdır. Maşını tapsıçıldı. Ha, okey. Bavariya, PSV. Bavariya mən Bavariya deyə. Bavariya dedi gəlib çempion olacaq axırda komanda. 100% da brat, 100%. Bavariya. Sakitləşd olar. PSV gəl, nə olur? Sən ağrıyır. Mənim heç canım ağrımır. Sən Bavariya deyəndə heç pis olur. Niyə ki? Sen Julia, sən dediyin o Sen Julia 2 dənə gol vurdu. Kane də əyri vurdu ki, Harman. Problem yoxdur da. Sen markasını çıxartdı. Fərman atam sənə. 100%. O şəkli hazırlamaq lazımdır. Bəli. Fərman başı. PSV Şəkli. Yox, Belə şey adı dəyişək. ancaq Pafs'da, ancaq Pafs. Sorry. Fərman başını görmək istəyirsə Pafsın logosuna bax. Ya da ki, şeydir. Danış. Kvadrat başı. PSV Bavariya ehtimal da eləyə bilməm. 1-4. Mən təklif edirəm ki, oba. Analizdə də yoxdur. 1-4. Belə da belə. Çünki Luis Qansız. da bırax. və hə, leykemiya var. Nəzərə Qansızlar. alın ki, yəni analiz, dərin analizlər yalnız bizim. Bu dərin. Xahiş edirəm bizim buraxışlara baxanda cəmaata deyir, yeməyinizi hazırlayın, zaten içməyinizi biz heç nə hazırlamayın, ancaq qusaq qadarsınız. Hə, de.
Sən bir də marketinq zat aparsalar, bura getməsən məzəm. Sən bax şeydə heç olma Allah aşkına mən oyan bu yan eləyim. Ta o keçən maraqlı zor başlamışdı. Bekarlar varsa gəlsin, baxsın bizim belə iş. Bəncə heç kim baxmadı. Sonra deyirlər Azərbaycanda bekar çoxdur. 100 nəfər baxır. Yarısı da mənim qohumlar. Ən azından ölkədə Atletico fanatı sayında çoxdur. Nəysə. PSV Bavariya Bir gün Atletico fanatları tutub əbdili çırpızayla mən də o gələcəm video çəkəcəm. Bavariya bir xal qazansa, deyəsə ikinci yer tutur da. Qələbə heç lazım deyil. İkinci yeri təmin edir qazansa. Bir xal. Yəni motivasiya sıfırda yəni bildiyin. 1-1 qutaracaq. Amma PSV motivasiyası var. PSV başa basır bayaq. Bir dəqiqə Diana 1-4-dən 1-1 necə keçdi? Yox, gözlə. Mən elə bilə motivasiyası var. Motivasiyası var. Sonra bir yadıma düşdü ki, onların 3 xal fərqi var. Bir xal Fərman bəs Bavariya edir. motivasiyasını belə idarə edirlər. Var. Qardaşım, Bavariya nə vaxt motivasiyası lazım olub ki, gol vursa? Gəlib gələn nədir? Problem bilsən nədir? Əgər Hə. PSV birinci taymda gol vursa, o ikinci taym 8 dənə olacaq. Bilin, Fərman əmin danışır, bəlkə var da arxasında. Nə istəyirsən? Zirətlər Zayef bu verilişə baxırsan. haralıdır? Belçikalı. Oradan biri. Patan uşağıdır. Jupiler Pro Ligası. Juppiler, Yaxşı deyilən Anderlecht. ehtimalı var. Necə? Juppiler. Amma bu da bizim analizimiz. Hə, Azər. Ehtimalı Canlı dinə. olsun qardaşım. Sağ ol atam. Hörmətin orta olsun bura. Sağ ol. Ehtimal, zəhmət Ehtimal. olmasa ehtimalı budur. PSV Bavariya. 1-1. Demisən, ona görə 1-4. Qoy 1-4 gəlsin yansın. O stavka zad yazanda deyirlər, ayda bunu yazsaydım, son dəyişdim, o gəldi. Qoy bu partlasın, bunu azıqda deyirəm. Burada dvornik var bu açıqların üstündə. Hə, 2-1 Olympiakosun qələbəsi. Allah Olympiakos dedi PSV Bavariya Bəli, oynuyor. amma Olympiakosa ehtimalı demişdim amma. İndi siz anlayırsınız ki, niyə bizə 30 nəfər baxırdıq? Bilsəz bu videoda 30 dəfə istəyirdim bu kanalda. Ölərəm də gülməkdir. Nə danışırıq? Olympiakos Bavariya 2-1 Olympiakos. Olimpiyakos. Sən direkt. Çıx Qarşı Yunanistandan. Bavariya kimi uzatır da. Zevsindən burax da. Dostlar, bir sənə çarpışdırdım. Olympiakosda qırmızı ağdır. Yaxşı. Keçən növbəti oyun. PSV Bavariya 2-1. PSV 2-1. PSV durur. Hə, Nyajdın. Bırak PSV lazımdır da PSV Durub indi yortacaqsan, mən bir söz Səndən deməyəcəm. çıxıb çöldə söhbət eləyəcəm. Onlar bir Eşitdin? dənə Miretin izah etsin Miretsidən bizə. danış. Monaco, Juventus. Monaco'nun 9 xalı var, amma Juventus'un da belə bomba 2 xalı yoxdur. Bildiyiniz kimi Juventus lazımlı oyunda nə tərsə olub udzub oyunu verə bilər Monacoya. Onda o xüsusiyyət var. Yox, bilmirik. Bilmirsən? Yox, Sən bilmirəm. bilmirsən. Göstərmə oyunu. Maçda Real- Monaco lazımlı oyundur. Real'a qarşı. Fırlatdı. Kim fırlatdı? Nə Juventus fırlatdı? gəldi udzuna. Hə, sən Juventus'un qalibiyyəti. Ha, əlbəttə ki. Nəysə. Yaxşı, o desəydi, Yaxşı, o desəydi. yo, şeylə 4-4 nə idi? Onlar bu oyunu müzakirə eləməyir. Yo, niyə? Mən sizdən eşitdim ki, bu Spalletti'nin dərin analizləri, nə bilim, Spalletti taktik xeyirlər. yavaş-yavaş Miretin adam eləməyə bacarır. Yan axırı gəlir. Yəni mən doğrudan Messi da fanatları ekranlara yaxın əyləşir. heç kəs yaxınlaşmadı da. Prosta boş qaldı ekranlar. Boş qaldı ekran. Nə bilim valla. Yaxşı, bir Juventus fanatı olaraq sən ehtimalı bir də Monaco Juventus biz nə gözləyək? Juventusa Yo normal İmkan varmı? Əlbəttə var. Çünki axır oyunlar çox gözəl formadadır. Amma bir dənə bu səfərdə olmağı pis oldu, конечно же. Ola bilsin ki, minimum 0-1 yox, hər oyun gol buraxırlar. 1-2 olsun belə. Atacaqsan Juventusun qələbəsinə. Hə. Qəşəng. Əgər Juventus udmasa, Fərmanı gələn veriliş görməyəcək. O bax. Monaco Juventus. Monaco əgər baxsaq ki, son 9 oyun 8-in ucu yuxarı blokla Təkrar. oynayır. Juventus isə hal-hazırda normal formadadır. Normal Lift var bura. Lift var blokda. Möhtəşəm zarafat gəldi aşağı padiyası. Juventus bilmirəm nə deyim bunlara ki, çünki Spalletti sən dinlə. yadıma 1-3. 1-1. Nə bilim, Spalletti normalda hücum futbol oynayır. Spalletti. Yo, Çünki normalda. Spalletti keçərdi prosto. Napoli'də gözəl, Napoli, Roma bütün komandalardan hücum futbolu görsələr normal bir futbol oynayıb. Amma Juventus indi təzə gəlib, Miretti də indi adam olur deyə nə bilim 3-1 ürəyimdən keçdi Juventusun qələbəsi. Allah sən ürəyə ver. Tək ürək. Mən Elvinə qoymaram ki, komandası udursun. Mən qoyaram. Sən kimsən? Sən bir də komandası Zaşitliksən orada. Sənin sözlərinə Bir də komandası uduzmasın. Yaxşı. Sən mən nə deyirsən? ehtimal deyim. Ay, Valin. Ehtimal sözündən keçək. Ehtimal. Всё, Keçən növbəti oyuna deməli kimdir bizim növbəti oyunumuz Bayer Villarreal. Mənim belə deyə də nə tədbirdə? İkinci vətənim Yavaş bilməyənlər üçün.
Deməli, Mövsümün əvvəli. əvvəli fərman. Hamı üçün. Mövsüm əvvəli fərman demişik ki, fərman. Səncə bu o keçən il Aston Villası bu sürprizi kim olacaq? Dedi Villarreal. Hal-hazırda Villarreal Karat da bilişdə. Aşağıda. Villarreal Alo. Ajax'ı 1-0 uda, o da gəlib 2-1 uduzdu da prosta da. Ajax'ı niyə uduzasın? Nə bilim də. Soruşmaq lazımdır. Bayer Leverkusen'dakı axırıncı Olympiakosu gəldi heç nə 2-0 uduzdu. Özəki normal oyun göstərərək uduzdu da belə baxanda. Leverkusen Anormal oyunu necə göstərirlər? Anormal oyunu Real göstərir Albacetəyə qarşı. Bu da sən anormal oyun. Hə. Onu soruşdum. Leverkusen 9 xalı var və ehtimal var ki, utsa 12 xalı Qarabağ keçə bilər, amma başı üçün deyil. Çünki Villarreal bu oyun inanmıram. İki faktor var nəyə görə Bayer Leverkusen çox güman ki, Villarreal olacaq. İlk öncə Bayerdə Erik ten Hag yoxdur. 2 həftəlik gəldi, getdi. Bu əsas argumentimdir. Erik ten Hag Danimarka adı, soyadı bilmədiyim, amma Skandinaviya, birisi Skandinaviya başqadır da, Asmira zatlan bir məkan. Başım, Danimarkalı baş məşqçi gəldi Bayer Leverkusenə, komandanı heç olmasa top 4-ə sala bildi və pis oyun oynamırlar. Villarreal isə prosta Çempionlar Liqasının başını buraxıb hal-hazırda Atletico Madridlə 3-cü yer uğrunda amansız mübarizə aparır. Yox, Villarreal qarşı belə deyək. Bayer Leverkusen üstəlik odur ki, Villarreal bu həftə Realla oynayacaq. Mən inanmıram ki, o durub indi gəlib Leverkusendən bütün gücünü qoyacaq ki, həftə axırı sonra gələcək kimləsə əziyyət çəksin. Durub gəlməyəcək ən azından. Samolyota minəcək. Okey, bəlkə maşından gəl. Nəysə. Leverkusen məncə yox deyib mən ona durub gələcək şey deyəcək. Asanlıqla deyim də 2-0. Rahat. Belə də rahat 2-0. Çox iyrənc zarafat keçdi beynimdən. Nəysə, deməyəcəm. Qoyun ürəyim partlasın. Qoy partlasın. Ehtimal. Valla çox çətinlik çəkirəm yəni bu oyunu. Villarreal heç nə lazım deyil. Onda deyirəm ehtimal keçən növbəti. Ya o olub da təkrarı mən xoşlamıram bax. Onda deyirəm belə. 0-0. Sonuncu şans. Təkrarlamamısan ha. Yaxşı. Gəl son oyunda müzakirə edək. Sən demə axı. Sən demə axı heç nə. Gəl növbəti oyunu müzakirə edək. Sən demədin, deyəcəksən, deyil. 3-1 yaxşı. 3-1 Bayern olacaq. O boyda argument dedim. O boyda. Hə. Axırıncı oyun mənim komandam. Belçika. Əyləş özün danış. Özüm danışacağam. Brügge Marseille oyunundan danışacağam. Brügge birdən-birə nə tərsə oldu ki, Marseille-ə qarşı 24-yə düşməyə başladı. Və ondan bax Kayratı 4-1, Monaco 4-1, Bavariya 4-0 uduzmaq. Partlayışdı da. Prosta Brügge indi gözləyirəm ki, öz meydançasında gəlib yenə də Marseille divan tutsun, partlatsın. Təzə qol al. Sən də Belçika Balyeşiksən, yoxsa Azərkeşsən? Onlar qutarasan, xahiş edirəm. Cəmaət evə getmək istəyir. Follow heç kimi yəni sözüm keçmir. Bu follow çox olanlar sözü keçir. 30 saniyəlik söz deyəcəm. Marseille çox böyük ümidim vardı Liverpool-la oyunda. Mikrofonlar neçədir? Sən ümidin var yoxsa mən 3 gol demişdim Marseille-dan. Nəysə. Liverpool Brügge isə Brügge öz meydançasında səhv saldım. Brügge hər bir kluba bir baş ağrısı ola bilər və mən çox inanıram ki, Brügge bu oyunu gəlib 3-1 hesabıyla məğlub edəcək Marseille. Lazım deyil bizə. Lazımdır. Yox. Marseille'in 9 xalı var. Brügge-də gəlib keçə bilər. Neçəsi oynasınlar? 7 xalı var. Gəlib keçə bilmirsən. Mənfi 5-dir qolları. 3-1 5-0 udmayacaq, tapşıracaq. Onda heç nə. 3-1. Fanikin yadıma düşdü. Fanikin, davay. Hardasa tutmalıdır bu Marseille 3-0 qələbə. Heç olmasa burada olduğunda nə olar? Hardasa mən deyirəm. Mən deməyən də 9 vurdurlar yəni. Marseille mən o Qarabağa olan sevgini sən niyə Marseille göstərsən? Göstərmirəm ki. Yaxşı, onu soruşdum ki, niyə göstərsən? 1-1 məncə. Belə görürəm heç bir özün də vecinə deyil. 1-1. Amma aslında Belçikadır. Aslında 1-1 deyirəm mən. Yaxşı, belə ümumi bizim ehtimallarımızı nəzərə alsaq, dəyərli izləyicilər. Başım, ehtimalımız ondan ibarətdir ki, Qarabağ hal-hazırda 18-ci pillədə olsa belə, ən pis halda 22-ci, 23-cü yerlərdə olacaq, amma %100 24-dəyə düşəcək. Bizim ehtimalımız budur və potensial olaraq 100% da, yəni ola bilməz də, yəni düşməz. Alt play-off sistemini nəzərə alsaq, 9-24-dən oynayır, 10-23-dən oynayır və s. ehtimallar var, kimlə qarşılaşa bilər 16-1 finalda. Chelsea var, Barcelona var, Sporting, City, Atletico, Atalanta, Inter. Və sizə sual vermək istəyirəm və axırda özüm də sualı cavablandıracağım. 16-1 finalda Qarabağın kimlə oynamasını istəyirsiniz? Sporting.
Mən də Sporting istəyirdim. Doğrusu. Yəni belə mənfəətlisi odur, yəni keçibiləsi odur. Bir məsələ də var ki, əgər Qalatasarayla düşmək ehtimalımız varsa Qalatasarayla da istəyərdim. Sən Sudurqat tutur, deyəndə olsa, onu soruşurdun. Zamkani verir. Bayaqdan necədir? Ya Sporting ya Qalatasaray əgər düşmək şansı varsa, amma Qalatasaray məncə Sporting keçmə ehtimalları var. Qalatasaray ilə də düşə bilər. Yox, indi sadəcə düşmə ehtimalı olsaydı, Sporting çox keçərik də bura. Xristiano. Bu Qalatasarayın üstündən Vurur da xətəbə. Sən vurmaq istəyirəm Qalatasarayın. Okey, yaxşı. Gücüm sənə çatır. Özü pambıq şəkər spor fanatıdır. Sən kimlə istərdin? Çaykur Rizespor. O günlər Fənərbağçı oynadı Beyoğlu. Mebel salonunun adına oxşayır. Yox, o nədir o? Beyoğlu idi kiminlə mal 3-cü liqada. Mən rəqib olaraq Atletico Madridi istəyirəm. Və istəyirəm ki, Qarabağ Atletico keçsin. oynayacaq. Mən ölkəmizdə 18 Atletico azgəşini izah edeyim ki, belə qardaş, yəni top klub deyil də. Qarabağ deyirsən Atletico. Əlbəttə ki, Atletico. Əlbəttə deyil. Bu bizim ehtimallarımız idi. Qarabağın növbəti mərhələyə keçmək şanslarını müzakirə etdik. Siz də öz ehtimallarınızı şərhlərdə yazın. Neçənci yer tutacaq Qarabağ, kimlə rəqib olacaq Qarabağ? Bizi izləməyi unutmayın. Elvindir, Fərmandır, Abduldur, Ali Futbol kanalıdır, var arxası belişidir. Şərhlərdə fikirlərinizi yazın. Çox sağ olun. Sağ olun. Sağ olun.